Xoş gördük əziz izləyicilər. Şəhərin tam mərkəzindən gördüyünüz bu HTV satışa çıxdı. Çox gözəl bir yerdədir. 13 nömrəli məktəbə yaxın ərazidə. 6 sot torpaq sahəsində 5 otaqlı evdir. Kombi sistemi, hər bir şəraiti var. Keçin evlə yaxından tanış olun. Sonda ətraflı məlumat verəcəm sizlərə. 6 sot torpaq sahəsində 180 kvadrat metr ümumi yaşayış sahəsi olan 5 otaqlı evdən söhbət gedir. Həyət evi şəhərin tam mərkəzində yerləşir. Bazarla 150-200 metr məsafəsində, 13 nömrəli orta məktəbin tam yaxınlığında. Hündür kürsülü qoşa daşdan tikilmiş, bütün ara kəsmələri monolitdən olan ev çox geniş və keyfiyyətli tikilib. Əlavə olaraq məhəlləsində sanitar qovşağı və yağ üçün mətbəx nəzərdə tutulub ki, bu da yaşayış üçün tam rahatçılığı təmin edir. Evin zirzəmisi çox hündürdür və tam səliqəlidir. Qoşa kubik olmağı barıya baxanda bilinir. Bütün ara kəsmələr, evinlə ara kəsməsi hamısı beton monolitdəndir. Əziz izləyicilər, ilk öncə qeyd etdiyim kimi şəhərin tam mərkəzindədir. 6 sot torpaq sahəsində həyət evidir. İnanın mənə, ev çox genişdir. Daxil olub özünüz görəsiniz evin içini. Hər bir şəraiti var. Kombi sistemindən tutmuş, təmirinə kimi, mətbəx mebelinə kimi. Əziz izləyicilər, onu qeyd edeyim ki, evdə gördüyünüz bütün əşyalar qiymətə daxildir, evdən çıxardılmır. Bir daha qeyd edirəm, Mingəçevir şəhərinin tam mərkəzində, bazara yaxın, 13 nömrəli orta məktəbə yaxın, 6 sot kubçalı torpaq sahəsində 5 otaqlı 180 kvadrat metr ümumi yaşayış sahəsi olan həyət evi təcili olaraq satılır. Ev bütün əşyaları ilə birlikdə satılır. Bütün sənədləri qaydasındadır. İstər torpaq, istər evin tikintisi. Hər bir layihəsi var. Birbaşa qeydiyyata düşmək olar bura. Kombi sistemi, mətbəx mebeli, kondisioner, yaşayış üçün hər bir şəraiti var. Hündür kürsülüdür, qoşa kubikdən tikilib. Otaq ara kəsmələri beton monolitdəndir. Bir sözlə, şəhərin tam mərkəzində özünə keyfiyyətli, möhkəm, geniş, tam şəraitli həyət evi istəyənlər buyurub əlaqə saxlaya bilər. Nömrəmiz görsənir, WhatsApp-ımız aktivdir. Və son olaraq videonu bəyənib abunə olmağı unutmayın. Diqqətiniz üçün təşəkkür edirəm.